Tarixdə iki dənə xanım var ki, əli qoynunda dünyasını dəyişib. Biri Həzrəti xanım Məsumə salamullah əleyha qardaşı İmam Rızanın məktubunu öpür, qoxlayır, qoyur sinəsinin üzərinə, belə dünyasını dəyişir. Həsrətindən, ayrılıqdan. Bir xanım da xanım Zeynəbdir ki, qardaşı İmam Hüseyin əleyhissalamdan ayrılanda onun qanlı köynəyini sıxır sinəsi üstünə, dünyasını dəyişir. Xanım Məsumə pak bir xanımdır ki, 28 il ömür sürürdü və o müddətdə heç kimlə də ailə həyatı qurmuyurdu. Hədislərdə buyurulur, İmam Cavad əleyhissalam buyurur ki, kim bibim Məsuməni qumda ziyarət eləsə, o şəxsə cənnət vacib olar. Yer üzündən bir qapı ayrılar cənnətə ki, o kəslər ki, xanım Məsuməni ziyarət ediblər, o şəxslər cənnət əhlidirlər və ya cənnətə daxil olarlar. Xanım Məsumə salamullah əleyhanın adı Fatimədir, ləqəbi Məsumədir. Yəni, günahsız bir xanımdır. Yeganə iki şəxsiyyətə ziyarət namazı qılınır. 14 məsumla bərabər, peyğəmbərlərlə bərabər onlara ziyarət namazı qılınır. Yeganə iki şəxsiyyət var ki, onlar məsum olmasa da belə, məsum dərəcəsinə gəlib çatıblar. Biri xanım Fatimə-i Məsumədir, digəri isə Əbəlfəz ağadır. Ki, bu iki şəxsə ziyarət namazı qılınır. Yerdə qalan şəxslərə, peyğəmbər balalarına, məsələn, imamzadələrə hədiyyə namazı qılınır. Niyyət olunanda hədiyyə namazı qılınır.